İndi bugünkü gündə 4 aydır pulumu ala bilmirəm. Dərmanla yaşayıram. Görürsən, hamısı dərmandır. Hamısı dərmandır, bax. Dərmandır. Bu belənciklər, görürsən, bunları görürsən, çək bunları. Hamısı dərman. Belənciklərə görə bu dərman mənə təsir eləmir. Zəhmətkeş qazilərin süpürgə pulunu Upsilon MMC şirkəti niyə ödəmir? Masallı rayon Qədirli kənd sakini Eldar Elimdaroğlu Eynalov Media TV Azmedia qrupuna müraciət edərək bildirirlər ki, Samur İcra Hakimiyyətinə 9000 ədəd süpürgə verib. Amma 4 ayda pullarını ala bilmirlər. Aidiyyatı qurumlardan Upsilon MMC şirkəti haqqında tədbir görülməsini tələb edirlər. Qarabağ qazisi Eldar Eynalovun səsləndirdiyi fikirlərə aydınlıq gətirmək məqsədi ilə Upsilon MMC şirkətinin maliyyə məsələləri üzrə əməkdaşı Fikrət Qasımovla əlaqə saxladıq. Fikrət Qasımov bildirdi ki, adı çəkilən şikayətçi Eldar Elimdaroğlu Eynalov Upsilon MMC ilə müqavilə bağlamayıb. Adını qeyd etmək istəmədiyi başqa bir şirkətlə əməkdaşlıq edib. O şirkətlə də şikayətçinin müqaviləsi olub-olmadığını bilmir. Vətən fədailərini dinləyək. Mahir müəllim də çək. Samux rayon komxozun müdürü Mahir müəllim. Şəxsən mən 9000 ədədi Mahir müəllimin ambarlarına təhvil vermişəm şəxsən. 4000, 5000'i bir dəfə vermişəm, 4000'i bir dəfə vermişəm. Düzdür Mahir müəllim? Düzdür. Pulumu ala bilmirəm. 4 aydır pulumu ala bilmirəm. Prezident aparatının qabağına vallahi heç kim cavab verəməyəcək. Bax deyirəm mən sizə. Malı çəkiliş elə. Malı bu Fəridlə Elşad adlı şəxs var. Onların vasitəsindən Samux rayonunun balansına vermişəm 9000 ədədi. Öz maşınımdan özüm aparıb təhvil vermişəm. Şəxsən Mahir müəllimə. İndi bugünkü gündə 4 aydır pulumu ala bilmirəm. Aidiyyəti üzrə şəxslərdən xahiş edirəm bu barədə tədbir görsün. Bizim kimi qazi, mənim sumkamın içi bütün dərmandır, dərman. Çək axıra kimi çək, hamısını çək. Dərmandır, mən dərmanla yaşayıram. Dərmanla yaşayıram, görürsən, hamısı dərmandır belə. Hamısı dərmandır, bax. Dərmandır, bu belənciklər, görürsən, bunları görürsən, çək bunları, hamısı dərman. Belənciklərə görə bu dərman mənə təsir eləmir. Yəni sakit şeylər. Bunu zibil deyirsin. Zibil də elə dərman qutularıdır. İçində də dərman var. Özüm hadis tapıb sənə göndərəcəm onu. Yaxşı da. Gör buraya. Səkiz. Bax, Ramil qardaşımızla səhərdən gözləyirik. Upsilon şirkətinin qapısında. Heç bir kəs açmadı. Amma Upsilon şirkətinin müdürü, direktoru Fikrət mənə deyirdi ki, Fikrət müəllim, biz şəhid ailələrinə, qazilərə çox dəstək oluruq. Onların necə dəstək olduğu buradan bəllidir. 3 saatdır burada soyuğun qabağında gözləyirəm, mənə qapını açmır. Fikrət müəllim. Halbuki mənə pul borçludur, mən ondan heç nə istəmirəm, haqqımı istəyirəm. Cibimin pulunu oğurlayıb pulumu ala bilmirəm. Onu istəyirəm. Fərid müəllim, Samux rayonunun komxozun rəisi, müdürü. Mahir müəllim. Bunlar da burada bir yerdədirlər, bunlar da şahiddirlər. İndi deyirlər ki, güya 5-ci günə qədər pulumuzu verəcəklər. Yəni, verilmə təqdirdə aidiyyəti qurumlardan, aidiyyəti orqanlardan xahiş edirəm, belə bir şirkətlər haqqında tədbir görülsün. Cənab, bizim qanımız tökülən Qarabağda şirkət qurublar, pul qazanırlar. Haqları deyil, haramları olsun. Haqqı haramları olsun. İndi isə bugünkü gündə bizim kimi qanı tökülən yarı 1% olmayanlar, 40%, 50% olmayan, gəlmişik qapıda durmuşuq. Qeyrəti olmayanlar qapını açmırlar bizə. Qeyrətdən vicdandan tədbir görsünlər. Bu Fikrət müəllimdir, Sion şirkətinin müdürüdür, nə idi? Upsilon şirkəti haqqında tədbir görülsün. 9000'ə yaxın süpürgə vermişik, pulumuzu ala bilmirik. Aparıb Samux rayonunun icra başçısının balansına, depoya boşaltmışıq. Bir gün sabah 4 ayda bizi alladırlar, pulu da vermirlər. Günlərimdə gəlmişik bura şirkətin ağzına. İndi güya ki, Fikrət müəllim yuxarıdan düşəsidir, düşmədi. 3 saatdan çoxdur buradayım. Bu müəllimə zəng eləyib ki, 5-ci günə kimi sizin pulunuzu verəcək. Əgər 5-ci günə kimi bizim pulumuz verilməsə, biz bu danışdığımızı prezidentin möhtərəm ali başkomandanımızın saatına yerləşdirəcəyik. Ali başkomandandan da xahişimiz odur ki, xahiş edirik ki, bu haqda bizə köməklik eləsin, bizim pulumuz alınsın, verilsin. Şirkət adı altında dələduzluqla məşğul olanlara tədbir məşğul eləyirlər, bizim pulu alıb vermirlər. Tabii verilmir bizim pulumuz. 4 aydır biz soyuqlarda düşmüşük küçələrə. Xahiş edirəm bu haqda tədbir görülsün.